Özünüzü təqdim eləyin. Mən Mikayılov Orxan Zülfüqaroğlu, ehtiyatda olan xüsusi təyinatlı kəşfiyyatçı gizli 2-ci qrup Vətən Müharibəsi əlili. Bura nə üçün gəlmisiniz? Buradan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edirəm. Artıq 5 ildir ki, yaranmış problemlərlə bağlı mən sulamsatçı olaraq mən xüsusi təyinatdayam. Mən burada kəşfiyyat və ekskəşf birinci ümumi problemləri bir-bir sadalayacağam. Xahiş edirəm möhtərəm cənab prezident. Artıq mən inzibati orqanlara getməkdən yorulmuşam, məhkəmələrdən yorulmuşam. Xahiş edirəm, sırf siz kömək olun. Bugün mən Nazirlər Kabinetində cənab Nazir Əli Əsədovun birinci müavininin qəbulunda olacağam və məktublarında da qeyd edəcəm ki, bu məsələni cənab Nazir sizə təqdimat göndərsin. Şəxsən mən sizdən kömək istəyirəm. Bu da konstitusiyada yazılıb, cənab prezidentin öz səlahiyyət çərçivəsində kömək eləmək hüququ var. Ona görə də mən bir xüsusi təyinatlı kəşfiyyatçı gizliniz olaraq sizdən kömək istəyirəm. Birinci problem kəşfiyyat və kəşfiyyat fəaliyyət subyektləri üçün nəzərdə tutulmuş 5 illik pul təminatı məbləğində sığortadır. Artıq mən məhkəmələrə getməyə yoruldum və bura getmirəm daha. İnanırsınız, xahiş edirəm bu problemi kömək göstərin, ödənişlərim olsun. İkinci problem kəşfiyyat və kəşfiyyat fəaliyyət subyektlərinin peşəkarlığına görə 50%-ə qədər əlavədir. Mən peşəkar hərbi qulluqçuyam. İxtisasçıyam, əməliyyatçı gizirəm. 2 dəfə yaralanmışam, travma, güllə. Xahiş edirəm 50% əlavənin ödənilməsində də köməklik göstərəsin. Üçüncü problem mənim hərbi sistem tərəfindən 2023-cü ildə təltiflərlə bağlı müsbət qərar verilsə də 2025-ci ilin sonlarında fərqli məktublar göndərirlər ki, bu medallar sizə düşmür. Xahiş edirəm medalların alınmasında da köməklik göstərin. Dördüncü problem Nazirlər Kabinetinin 459 nömrəli qərarına əsasən də mənə Mida yaşayış, Hövsan qəsəbəsində Mida yaşayış kompleksində ümumi kvadratı 57-68 kvadrat olan yaşayış sahəsi verilir. Bu da Nazirlər Kabinetinin qərarına uyğun deyil. Nazirlər Kabinetinin qərarında yazılır ki, adam başı 16 kvadrat yaşayış sahəsi düşməlidir. Bu da 64 kvadrat yaşayış sahəsi düşür. Bu da normadan azdır. 5-ci problem deyil, müraciətdir. Mən ləğv olunmuş ştatdan təxsis olmuşam, amma 21 gün komando vəzifəsində, yəni yaranmış hərbi hissədə xidmət keçmişəm. Bununla bağlı Silahlı Qüvvələrin Quru Qoşunlar Komandanı cənab General Polkovnik Hikmət Mirzəyev ona müraciət eləmişdim. O məni yanına çağırdı və orada məlum oldu ki, həqiqətən məni o vaxt 2021-ci ildə hərbi hissə komandiri yeni ştata daxil etməyib. Bu barədə sənədlər Müdafiə Nazirinə gedib və onun cavabını gözləyirəm. Xahiş edirəm mənim bütün bu problemlərimi nəzarətə götürəsiniz, öz xüsusi təyinatlı kəşfiyyatçı gizlinizə kömək eləyəsiniz. Diqqətiniz üçün təşəkkür edirəm, minnətdaram.